Ceyhun salam. Necədir işləriniz? Ümid edirəm yaxşıdır, hər şey qaydasındadır. Allah sizdən razı olsun. Çox yaxşı işlər görürsünüz. Həmişə vaxt olmur. Biraz tez olsa da istədim sənə bir səs göndərim. Sonra mənim başım qarışacaq. Yaxşı işlər görürsünüz. Yəni izləyirəm. Tutaq ki, Nəsimi ilə bağlı olsun, istər Ceyhunla bağlı olsun, Sırat Əsgərovanın oğlu ilə bağlı və digər istər paylaşımlar, tədbirlər olsun, çox yaxşı işlər görürsün. Allah razı olsun, Allah güc versin, belə də davam edin, belə də irəliyə doğru gedin. Daha çox faydalı, daha çox vacib, daha çox savab işləri bu ölkə üçün, bu millət üçün, bu dövlət üçün görməyə çalışın. Yəni bu cür fəaliyyətlərə bizim həqiqətən ciddi ehtiyacımız var. Allah razı olsun. Çox sağ olun, minnətdaram. Hər şey yaxşıdır, hər şey gözəldir. Şükür olsun aləmlərin Rəbbinə. Elə sizin mesajınızı gördüm, lap da sevindim. Allah sizdən razı olsun. Minnətdaram. Allah sizi qorusun, sevdiklərinizi qorusun. Hər şey yaxşıdır. Biraz indi izlədiniz də bu bəzi jurnalistlər şeylərdir. O da bizim əslində xeyrimiz oldu. Elə tanısınlar, xalq tanısın ki, elə belə bir yer var. Sağlam adamlar var. Yəni normal reabilitasiya var. İnsanlar öz yaxınların hara əmanət edəcəklərin artıq bilirlər. Əlhəmdülillah. Elə o nöqteyi nəzərdən yaxşı oldu. Allah sizdən razı olsun. Hətta siz deyirsiniz ki, izləyirəm. Bu da məni daha da sevindirir ki, belə ağsaqqallar da izləyir bizi. Allah sizdən razı olsun. Bir daha minnətdaram. Öpürəm sizi, bağrıma basıram. Allah razı olsun.